Çox əzəmətli bir hədisdir. Biməna olaraq hədisdə keçir ki, Allah-u Teala'nın yeryüzündə gəzib dolaşan mələkləri vardır. Onlar zikir məclisi axtararlar və əgər zikir məclisi taparlarsa, ora yığışarlar və səmaya qədər həmənki məclisi qanadları ilə əhatə edərlər. Allah-u Teala bildiyi halda mələklərdən soruşar ki, qullarım nə deyir? Mələklər deyər ki, ya Rabbi, onlar səni təsbih edirlər, səndən bağışlanma diləyirlər, sənin şənini ucaltırlar. Sonra Allah-u Teala onlardan soruşur ki, onlar məni görüblərmi? Mələklər deyir ki, Allaha and olsun ki, onlar səni görməyiblər. Allah-u Teala buyurur, bəs onda məni görsələr, onda necə? Mələklər deyir ki, ya Rabbi, əgər səni görsələr, səndən daha çox qorxarlar və səni daha çox təsbih edərlər və şənini uca tutarlar. Allah-u Teala buyurur ki, bəs onlar nə istəyirlər? Mələklər buyurur ki, onlar cənnəti istəyirlər. Allah-u Teala buyurur ki, onlar cənnəti görüblərmi? Mələklər deyir ki, xeyr, ya Rab. Allaha and olsun ki, onlar cənnəti görməyiblər. Allah-u Teala buyurur, bəs onda cənnəti görsələr necə? Mələklər buyurur ki, mələklər deyir ki, əgər cənnəti görsələr, ora düşmək üçün daha çox səy göstərərlər, daha çox ibadət edərlər. Və sonra Allah-u Teala buyurur ki, onlar nədən Allaha sığınırlar? Mələklər deyir ki, cəhənnəmdən. Allah-u Teala buyurur ki, onlar cəhənnəmi görüblərmi? Mələklər deyir ki, Allaha and olsun ki, onlar cəhənnəmi görməyiblər. Allah-u Teala buyurur ki, bəs onda cəhənnəmi görsələr necə? Və mələklər deyir ki, əgər cəhənnəmi görsələr, ora düşməkdən daha çox qorxarlar. Və Allah-u Teala buyurur ki, mən sizi şahid tuturam ki, mən artıq onları bağışladım.